Səmanın rəngi dəyişir, enerjilər sürətlənir. Bəs bu həftə bürcləri nə gözləyir? Gəlin birlikdə nəzər salaq. Həftəyə ən enerjili başlayan qoçlar işdə sürətli qərarlarla diqqət çəkəcək. Emosional gərginlik yüksəlsə də liderliklərini bir daha sübut edəcəklər. İndi isə bu enerjinin ardınca inadçı, amma sabit buğalara keçək. Maddi mövzularda sevindirici xəbər buğaları motivasiya edəcək. Evdə və ailədə sakitlik güc verəcək. Sakitlikdən sonra səhnəyə ən danışqan bürc gəlir. Əkizlər. Sosial çevrələri genişlənir, yeni tanışlıqlar gündəmdədir. Yalnız diqqəti toplamaq vacib olacaq. Gəlin emosiyaları ilə tanınan xərçəngə boylanaq. Şəxsi həyat ön plana keçir. Uzun müddətdir gizlənən məsələ aydınlaşır. İşdə də gözlənilməz rahatlıq gəlir. Və indi səhnədə parıltı var. Şir bürcü. Yaradıcı layihələrə yeni nəfəs gəlir, münasibətlərdə yumşaq ton, hər şey yoluna qoyur. Parıltıdan sonra detallara enək, qız bürcünə keçirik. İş və təhsildə məhsuldarlıq artır, kiçik sağlamlıq diqqəti lazım olsa da həftənin axarı uğurludur. Detallardan tarazlığa, tərəzilərə baxaq. Münasibətlərdə harmoniya yaratmaq üçün addımlar atılır. Maliyyə səhnəsində gözlənilməz xərcləmə mümkündür və indi səhnə dərinlik axtaran əqrəblərindir. Cüzlü planlar, yeni başlanğıclar və özünə inam artımı diqqət çəkir. Keçmişdən gələn xəbər düşüncələri dəyişə bilər. Dərinlikdən genişliyə ox atan bürcü. Karyerada irəliləyiş və nüfuz qazanma ehtimalı böyüdür. Şəxsi həyatda kiçik sevinç gözlənilir. İndi isə sabitliyin adı Oğlaq. Məsuliyyət artır, amma bununla birlikdə uğur da gəlir. Şəxsi planlara daha çox zaman ayırmaq lazım olacaq. Sabitlikdən yenilik istəyənlərə, dolçalara keçirik. Yaradıcı fikirlər çoxalır, sosial həyat canlanır, maliyyə məsələlərində ehtiyatlı olmaq məsləhətdir. Və həftəni duyğuların ən incə ünvanı ilə bağlayaq, balıqlar. Daxili rahatlıq hiss edilir, ailə ilə bağlı sevindirici bir xəbər həftəni işıqlandıracaq. Beləcə 24-30 noyabr hər bürcə fərqli sınaq, fərqli imkan gətirir. Səmanın mesajı isə sadədir. Kim öz ritmini tapırsa həftənin qalibi də o olur. Şərhlərdə bürcünüzü yazmağı unutmayın. Görüşənədək.